Əshab-ı Kəhf hadisəsi. Dağların əhatəsində bir şəhər var idi. Orada Allahın varlığını qəbul etməyən insanlar yaşayırdılar. Onlar öz əlləri ilə düzəltdikləri bütlərə ibadət edirdilər. Bu xalqın bir zalım hökmdarı var idi. O da bütün bütlərin önündə hörmətlə baş əyir və onlara səcdə edirdi. Bu azmış insanların içində bir dəstə cavan var idi. Onlar daşdan yonulmuş cansız, görməyən, eşitməyən və danışmayan heykəllərə ibadət etməyin ağılsızlıq olduğunu düşünürdülər. Bu daş heykəllərin ilah olduğuna inanmırdılar. Onlar göy üzünü, yerdə yaşayan bütün canlıları, torpaqda bitən əkin sahələrini, meyvə tərəvəzləri, dağları, dənizləri və çayları seyr edərkən bunların bir yaradana sahib olduğunu düşünürdülər. Cavanlar öz aralarında danışdıqca həqiqətə daha da yaxınlaşırdılar. İbadətə layiq olanın tək Allah olduğunu anlayırdılar. Beləliklə, Allah onları doğru yola yönəltdi. Çünki Allah doğru yol axtaranları bu yola yönəldir. Beləcə, gənclər bütlərə deyil, Allaha səcdə edəcəklərinə birlikdə söz verdilər. Bundan xəbər tutan padşah onları öz sarayına çağırdı. Gənclər padşahın qarşısında dayanıb dedilər: Bizim bu xalqımız Allahdan başqa ilahlar qəbul etdi. Bizim səcdə etdiyimiz isə yeri və göyü yaradan Allahdır. Biz yalnız ona ibadət edəcəyik. Belə dedikcə Allah da onların qəlbindəki qüvvəti daha da artırdı. Padşah çox qəzəbləndi. Eşitdiklərinə inana bilmədi. Öz-özünə: Demək bu gənclər atalarının dinini və ilahlarını tərk ediblər. Padşahın qəzəbdən az qala ağlını itirəcəyini görən gənclər onları ən ağır işgəncə ilə öldürəcəyini təxmin etdilər. Çıxış yolu göstərməsi üçün Allaha dua etdilər. Ən sonda isə tədarük görüb şəhəri tərk etdilər. Allaha ibadət edən gənclər uzun yol getdilər. Onlar bir kəndə yaxınlaşdılar. Gecə qalmaları üçün təhlükəsiz yer axtardılar. Nəhayət, dərin və qaranlıq bir mağara tapdılar. Onlardan bəziləri: Bütlərə ibadət etməyi tərk etmişik. Rəbbimiz bizi qoruyar. Gəlin bu mağaraya sığınaq, dedilər. Mağara elə bir yerdə idi ki, günəş doğduğu zaman mağaranın sağ tərəfinə yönəlirdi. Günəş batdığı zaman isə uzaqlaşıb sol tərəfə keçirdi. Gənclər mağaranın içində geniş bir yerdə yerləşdilər. Yanlarında olan bir köpək isə mağaranın girəcəyində qabaq pəncələrini uzadıb yerə uzandı. Çox keçmədən gənclərin və köpəyin halsız halda gözləri yumuldu və onlar çox əsirlik yuxuya getdilər. Beləcə, Allah ona səmimi ibadət edən gəncləri zalım hökmdarın əskərlərindən qorudu. Allah istədi ki, bu gənclərin başına gələnləri sonrakı nəsillərə ibrət etsin. Allah istədi ki, onlar barədə hər kəs danışsın. Allah bu gənclərin 309 il yatmasını istədi. Onların gözləri açıq idi. Əgər kimsə bu mağaraya girsəydi, onları görüb oyaq sanardı və qorxaraq oradan qaçardı. Beləcə, onlar 309 il yuxuda qaldılar. Mağaradakı gənclər oyandıqda bədənləri keymişdi, bərk acımışdılar, paltarları toz içində idi. 309 il yatdıqlarından xəbərsiz idilər. Onlardan biri: Nə qədər yatdıq görəsən? deyə soruşdu. Bəziləri: Bir ya da yarım gün. Bəziləri isə: Qaldığımız müddəti Rəbbimiz daha yaxşı bilir, dedi. Onlar içərilərindən bir nəfərə pul verib yemək almaq üçün gizlicə şəhərə yollamağı düşündülər. Birimiz bu gümüş pulla şəhərə gedib azuqə gətirək. Amma ehtiyatlı olaq. Barəmizdə heç kəsə bildirməyək. Çünki onlar bizi tapsalar, ya daşqalaq edər, ya da bütlərə ibadətə məcbur edərlər, dedilər. Göndərilən gənc şəhərə çatdıqda oranı tanımadı. Öz şəhərində nə küçələr həminki idi, nə evlər, nə də insanlar. Şəhərdə yeni binalar tikilmiş, hər şey dəyişmişdi. Çörək almaq üçün bazara girən gənc cibindəki pulu çıxartdı. Satıcı pulun çox qədim pul olduğunu görüb təəccübləndi. Sonra gənc satıcıya zalım hökmdardan gizləndiyini dedi.
Gənc biraz da danışdıqdan sonra satıcıya məlum oldu ki, o 300 il əvvəl yaşamış hökmdardan danışır. Satıcı heyrət içində idi. Gənc özü də artıq 300 il mağarada qaldığını anlamışdı. O heyrət içində mağaraya qayıtdı, hər şeyi dostlarına nəql etdi. Bizi zalım hökmdardan qoruyan Allaha şükürlər olsun, dedilər. Biraz sonra gənclərin göz qapaqları yavaş-yavaş örtüldü. Bərk yuxuya getdilər. Allah onların ruhunu aldı. Hadisə barədə şəhərə xəbər yayıldı. Gəncin izi ilə mağaranı tapdılar. Mağarada olanları görən insanlar heyrətləndilər. Allah istədi ki, mağaradakı gənclərin sirri 300 ildən sonra açılıb insanlara ibrət olsun. Çünki insanların çoxu ölümdən sonra yenidən dirildiləcəklərinə inanmırdılar. Beləcə Allah insanları mağaradakıların halından xəbərdar etdi. İnsanlar anladı ki, 300 il yatdıqdan sonra onları olduqları kimi oyadan Allahdır.